abituriyentlərin və dövlət imtahanlarına hazırlaşan orta məktəb şagirdlərinin nəzərinə. Sizə imtahan stresini atlatmaq üçün bəzi məsləhətlər verəcəyik. Stres halında olduğunuz zaman bədəninizin daha çox oksigenə ehtiyacı olur. Bu gərgin hal təbii ki, damarların dağılmasına səbəb olur ki, bu da hüceyrələrə gedən qanın miqdarını azaldır. Stres bədənin məcburiyyət və dəyişikliyə qarşı verdiyi avtomatik cavabıdır. Stres müəyyən bir hala qədər yaxşıdır ki, bu da sizin işinizin səmərəliliyini artıracaq. Amma normadan artıq olması artıq bədəninizdə bir panik hal əmələ gətirəcək, psixoloji gərginliyiniz yaranacaq və depressiv vəziyyətə qədər gətirib sizi çıxarda bilər. Buna görə də imtahana hazırlıq müddətində və imtahan zamanı stres səviyyəsini ən aşağı vəziyyətdə saxlamağımız mütləqdir. İmtahan qabağı sizə kömək edən amillərdən biri də fiziki hərəkətdir. Aktiv idman zamanı bədəninizdə xoşbəxtlik hormonu olan endorfin və həmçinin həzz hormonu olan dopamin miqdarı artır ki, bu da həm psixoloji olaraq, həm də fizioloji olaraq bədəninizi tam stabil bir vəziyyətə gətirir. Sizi narahat edən və idarə edə bilmədiyiniz amillərə qarşı emosiya və duyğularınıza əsaslanan həll yollarından da istifadə edə bilərsiniz. Nəfəs məşqlərini buna misal göstərmək olar. Qorxu nəticəsində vegetativ sinir sisteminin işində və həmçinin əzələ gərginliyində müəyyən bir dəyişikliklər olur ki, bu da öz növbəsində baş gicəllənmə, tənəffüsün sürətlənməsi, ürək döyünməsi kimi simptomlar büruzə verə bilər. Bu gərginliyi həmən an olunan nəfəs məşqləri ilə ortadan götürmək olar. Təbii ki, bu nəfəs məşqlərini həm imtahan öncəsi, yəni imtahana qədər və həmçinin imtahan zamanında gərginlik hiss etsəniz, həmən an etmək olar. Bu zaman öncədən tam olaraq ağciyərlərinizdə olan nəfəsi boşaldırıq, özümüzü tam sakit bir vəziyyətdə, stabil bir vəziyyətdə saxlayırıq və nəfəsi burundan, dərindən alırıq, tam ağciyərlərdə olana qədər təxmini 5-6 saniyə tutub saxlayırıq və daha sonra ağzımızdan bu nəfəsi geriyə veririk. Bir neçə dəfə bunu etsəniz, o gərgin vəziyyətdən çıxdığınızı görəcəksiniz. Təbii ki, imtahan qabağı stresinizi azaltmaq üçün əziz abituriyentlər və həmçinin dövlət imtahanına hazırlaşan şagirdlər bizə müraciət edərək seanslarımızdan yararlana bilərsiniz. Sevgi ilə qalın.